Tabii ki. Bu səfərki də marafonumuz dostlar. Qeyd edim ki, yenə 6 aprel imtahanına getməzdən əvvəl hər imtahan öncə sizlərlə bərabər baxırdıq ki, qəbula nə kimi suallar düşə bilər, nə edə bilər. Bu səfər də son bir neçə gün qalmış imtahana yenə sizlərlə bərabər belə canlı yayımda olmasa da Zoom üzərindən bir çox suallara baxırıq. Bugün sizlər üçün də bir-birindən fərqli suallar yerləşdirmişik burada. Təbii ki, suallarımız çoxdur. Biz bunu bir neçə gün belə davam etdirəcəyik. İndi isə gəlin ilk olaraq sizlə bərabər Kestideyin mənim üçün ən doğma olan, baxaq, və demək olar ki, bizim qəbullarımızın yaraşığı olan. Burada dostlar yeni tip suallar da var. Ən sonunda sizə bu hissədə göstərəcəyik. Bu webinarımız bir neçə saat nəzərdə tutulub. Sabah da bu webinar olacaq bizdə. Yenə axşam saat 11-də verilən hissədə. Kimlər ki, dostlar, aprel ayının 6-sı imtahana gedirsə, bu videoya bax, faydalana bilər. İndi isə gəlin keçəyim bu hissədə birinci sualdan başlayayım. Qeyd edeyim ki, bir daha bizim üçün cədvəl mövzusu ən əsas mövzulardan biridir. Burada göstərəcəyim suallar isə mövzu izahı xarakteri yox. Daha çox necə sual tiplərinə rastlaşa bilərik, biz hansı suallar daha çox görürük və bu suallar düşdüyümüz zaman necə yanaşmalıyıq. Əsas mövzulardan başlamaq istəyirəm. Sonra daha sonra bir çoxlarınızın çətinlik çəkdiyi, hətta hər dəfəsində o sualları gördükdə bunu necə edə bilərəm deyə sual verdiyiniz sualların izah alacaq. Birincisi istəyirəm cədvəldən başlayım. Qeyd edeyim ki, cədvəl mövzusu bizim üçün ən əsas mövzulardan biridir. Bu mövzu bizə imtahanda 3 və 5 sual arası sual verə bilər. Ortalama olaraq 3 sualdır. Bəzi imtahanlarda açıq sual kimi də qəbulda rastımıza düşə bilir. İstəyirəm birincisi verilənləri qeyd edeyim. Bu cədvəli tapmağın bir neçə qaydası var. Məsələn, bizim baxdığımız cədvəl indi əməli cədvəldir. Yəni, toplama ilə bağlı olan hissədir. 72 A və C-nin kəsişməsindədir. Mən də verilən hissədə yazıram. A plus C bərabərdir 72. A plus B bərabərdir 60. Və B plus C də bərabərdir 36. Cədvəlin bir tərəfi yalnız ədədlərdən ibarətdirsə, bu zaman mən sağ tərəfdə yerləşən bütün ədədləri və sol tərəfdə ədədləri tərəf-tərəfə toplaya bilərəm. O zaman burada olur 2A, üstə gələ 2B, üstə gələ 2C bərabərdir 168. Hər tərəf 2-yə bölsəm, A plus B plus C bərabərdir 84. Məsələn, bu kimi bir misalda A-la C-nin cəmi var 72. Mənə lazım olan şey C-ni və B-ni tapsam kifayət eləyir. Bəs müəllim, mən burada nə edim? Necə edim ki, misalı yazım? Təbii ki, dəyərli dostlarım, siz bu hissədə diqqət etmiş olsanız, mən də burada A-nın və B-ni əvəzləyə bilərəm. Nə ilə? B burada yazıb 60. Gətirin burada qoyum yerinə. Həmin bu misalda. Onda olacaq 60 üstə gələk. C bərabərdir 84. Tapıram ki, C bərabərdir 24. İndi istərseniz C-min qiymətini tapsam 24. B-im neçədir? 12. B-im 12 olandan sonra 24-üm var. AC də 72-dir. Həmin 72-ni bölərəm. 24 çıxılsın 12. Bu da bizdə bərabər olmuş olur 6-ya. Məsələn, bu misal cədvəl tipi olaraq çox rahat idi. Amma sağ tərəfdəki misala baxsanız, ekranın sağında. Bax bu hissədə 5-ci sualda. Bax bizə belə bir vurma ilə bağlı cədvəl verib və özü də burada demək olar ki, ədədlərlə bağlı məlumat da yoxdur. Çox kəsaddır. Verilənləri qeyd edirəm. Burada vurma işarəsi yazaq vurma işarəsi. A kvadratı bərabərdir K-ya. AB bərabərdir 2K-ya. Və AC bərabərdir 3K. İndi bu hissəni yazdım. Qeyd elədim özüm üçün. İndi siz fikir versəniz buradan. Edəcəyim digər şey nədir? Mənə bir tərəfdən də vurmanı verib, BC-nin bərabər olub 96-ya verib.
Bəzi dostlarımız bəlkə də bu 96-dan başlayıb vuruqlarını ayırıb bir şey tapmaq istəyər. Amma ən yaxşı yollardan biri bizim üçün nədir dostlar? Əvəzləmə. Necə yəni əvəzləmə? Bax verilən misalda mənə onsuz da bu a kvadratı ilə bağlı məlumatı verib verməyinə. Ki a kvadratı kad. Bax bu gördüyünüz indi mən burada bəzi şeyləri yazım. Bax bu iki misalı tərəf-tərəfə vuraraq. Buradalar a kvadratı bc bərabərdir 6k. Bax a kvadratının qiyməti var k vurulsun. Bu 6k kvadratıdır bu arada. Bu verilən hissədə BC-nin qiymətini əvəzləyirəm. 96 bərabər 6k kvadratını. Tapacağım ki k vurulsun. Bərabərdir 16. İndi k-nın qiyməti 16-dırsa, nəyin kvadratı 16 edir? 4. Tapmış oluram ki a-m 4. İndi k-m 16, a-m 4-sə gətirib buradan b-mi tapa bilərəm. Yəni 4b bərabərdir. 2 vurulsun 16. Tapıram ki b də bərabərdir 8. İndi b 8 olanda c də 12-dir. Tapırsan buradan hamısını ki b 12 üstə gələk 8 üstə gələk 4. Bu da 24. Bəzi dostlarımız fikirləşə bilər ki, mən burada etdiyim əməl təbii ki, görəsən nədir ki, bunu yazmısan müəllim? Siz buna diqqət etmiş olsanız, dəyərli dostlarım, bu verilən üç hissəni şərt deyil, siz tərəf-tərəfə vurasınız. Bəziləriniz buradan bu ikisini qruplaşdırıb tərəf-tərəfə bölə də bilərdiniz. Yəni tərəf-tərəfə bölsəm A ilə A gedərdi. Qalardı B bölünsün C bərabər. K'lar da getsə qalardı 3-də 2. Məsələn 3B çarpaz vurardım. Bərabər olmuş olar 2C'yə və tapardım B bərabərdir 2C bölünsün 3. Daha sonra nə edə bilərdim? Təbii ki, də B-nin qiyməti var. Gətirərdim burada yazardım. 2C bölünsün 3 vurulsun C bərabər 96 və buradan uyğun olaraq misalıma davam edə bilərdim. Yəni Nicat müəllim qoşulsun, nə olar, o da qoşulsun. Nə problem var ki? Əsas odur ki, o da gəlsin. Ha. Demək, bu gördüyünüz misalda cədvəldir. Biz demək olar ki, hər dəfəsində əməllərlə bağlı, tapmaca tipli cədvəllərlə bağlı qəbulda suallarla rastlaşırıq. Bizdə digər qəbula düşəcək sual tiplərindən biri də və bu son keçirilən qəbulda düşmüş suallardan biri də bax bu gördüyünüz ekranın sağ tərəfində verilən bu kubun açılış formasını verib bizə. Bizdən qapanış formasını soruşurdu. Bəs müəllim, buradan necə soruşub bizdən? Neyniyirdi? Birincisi qarşı və qonşu üzləri tapardım. 3 və B bir-birinin qarşısıdır. 2 ilə C bir-birinin qarşısıdır. Aynı anda 1. Təbii ki, burada verilən üzləri qarşı və qonşu üzlərə görə çıxa bilmirəm. Onda bu misalda üzləri qarşı və qonşu üzlərə görə çıxa bilmirəmsə, edəcəyim şey nədir? Bax, bu yan tərəfdə verilən hissələri aşırda bilərəm. Həm də yer dəyişmə. Bax, kubun bu hissəsini buradan buraya aşırdanda bir ox da çəkirəm. Bu nə istiqamətində sayılır? Sağ dəqiqlərim. Bu B ağzı hara dayanacaq? Ağzı aşağı. Daha sonrasında B ağzı sola. Daha sonrasında B ağzı yuxarı. Bu gördüyümüz üç aşanda bu istiqamətdə. İndi bu necə aşır dəyərli dostlar? Bax, məsələn, adam var bilmir də, müəllim, belə duranda mən bunun istiqamətini necə hərəkət elətdirə bilərəm? Bunu dostlar necə aşırtmalıyam? Bax, bunu bu istiqamətə gətirib birləşdirməliyəm. Nə alınır burada? Sağ əqrəbinin əksinə. Onda bu üç neyin ağzı? Aşağı baxır. 3 daha sonra C-nin kürəyinə baxır. 3 daha sonra ağzı yuxarı baxır. Bu tip misalla biz bir neçə dəfə işləmişik. Evet, artıq bir neçə dəfə də qəbulda görmüşük. Bu arada bizdən kubun düzgün qapanış forması olmayanlar soruşur. Ha, olanları yox.
Məsələn, burada bəzi variantlar irəli sürülüb. Maraqlı variantlar var. Məndən səhvləri soruşur, dəyərli dostlarım. Və səhvləri necə təyin edə bilərəm? Biz bundan əvvəl sizinlə bərabər bir bunların tapılması ilə bağlı qayda tapmışıq. O nədir? 90 dərəcə 100 saat əqrəbi istiqamətində saat əqrəbinin əksinə fırladaraq və yaxud da ki, burada bəzi variantlar var ki, avtomatik görsənir. O nədir? Bir kubun bir üzə baxmalı. Bir üzün bir üzə. Bax, görürsünüz, B ilə 2 bir-birinə kürəkdən baxır. Kürək hissəsi. 3 olan variant səhvdir. Niyə? 2-nin ağzı B-nin başına bax. Bəs başqa hansı variantlardan var? Biri də ki, 5-dir. Deyə bilərsiniz, müəllim, niyə? Çünki bax, 3-ün ağız hissəsi 2-nin kürəyinə baxır. Amma burada məndə 3-ün kürəyə baxır. Cavab ilə 3-dən 5-dir. Qalan digər variantların hamısı düzdür. İndi ola bilər ki, məsələn, burada üzr istəyirəm, səhv olan variantlardan biri. Aha. Birlə mən şey yazmaq istəmişəm deyəsən. Ola bilər burada testdə bir səhv. Biri də 1-dir. Biri 1-dir dostlar. Heç bir hissəsinə. Biri 3-dür, biri də 5-dir. Biz götürüb burada şeyləri yazmışıq. Düz olan variantda. 2 ilə 4-dür. Hə. Burada 2 də 4 də dostlar. İkisi də doğru açılış forması. Amma burada səhv olan şey biri 5-dir. Biri isə 1. 1 niyə səhvdir bu arada? Bax, B-nin görürsünüz, ayaq tərəfi buna baxır. Amma verilən misalda, dəyərli dostlar, B-nin ayaq tərəfi, burada hansı misalı verir? Bax, B-nin yan tərəfi, A-nın yan tərəfinə baxır. Arada dostlar, səsimdə qırılmalar ola bilər. O zaman da dedim ki, biraz internetlə, biraz texniki problemlə bağlı olur belə şeylər. Sizə növbəti bir sualla tanış eləmək istəyirəm. Bu ekranda gördüyünüz 10-cu sual. Ulduzlarla bağlı olan sual tipidir. Biz bu sualla 2023-cü ilin verginin qəbulunda rastlaşmışıq. Noyabr ayının 5-də. Bizdən deyir ki, vəziyyətə uyğun qrafiki seç. Əksəriyyətiniz bəlkə də bununla bağlı tanışsınız, bəlkə də ilk dəfə görənlərimiz var aramızda. Mən nə edərdim, dostlar? Birincisi, güşələrin sayını sayardım. Bax, 3 güşəli, 3 güşəli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Daha sonrasında 6, 4 və 8. Bu da məndə 4, 6 və 12. Bu da güşə sayı 5, 8 və 5. Verilən misalda sayıram burada. Əziz və dəyərli dostlarım, əgər kimdəsə sual görsənmirsə, mümkünsə ekranı sağa, sola sürüşdürsün. Mən inanıram ki, burada əksəriyyətiniz yazmışsınız ki, mən görmürəm. Dostlar, sual ekranda hal-hazırda görsənir burada. Hə, sizdə ola bilsin texniki qüsurlar var, dostlar. Hə. Arada səsim ola bilər qırılar, problem deyil. Yəni düzəlib yəqin. Mən çalışaram indi interneti buradan lap da dəqiq düzəldim. Yox, hələ çox şey qaçılmamış. Nübar xanım, hələ indi başlamışıq. Hə, indi görüntü açılacaq dostlar. İndi verilən misalda mən də burada, bax, bunda neçə dənə sual var? 18, 22, daha sonrasında yenə 18 və bir də 18. Güşələrin sayını tapdım, dəyərli dostlarım. Cəmi neçə dənə güşəli ulduz olduğu. Gətirirəm burada koordinat toplarında. Bax, yazıb. Birincidə 18-dir. Baxmalıyam. Birinci 18-dən kəsişir. İkinci neçə ilə kəsişir, dostlar? O da 18-dən. Baxın, birincidə 18-dən kəsişməlidir. İkincidə 18-dən kəsişir. Üçüncümün qiyməti məndə nədir? 22.
Bəs dördüncümün qiyməti, bax burada öz yazılıb dostlar. Sıra burada buna da diqqət eləmək. Dördüncümün qiyməti nədir? Yenə 18. B bəndi. Niyə D bəndi olmur ki, müəllim? Çünki dostlar D bəndində məndə ikincini 22 verir. Məndə isə burada üçüncü 22 olmalıdır, ikinci yox. Bax bu gördüyünüz burada xırda hissələrə də diqqət eləmək şərt. Çətin bir sual deyil. Bu sual tipi bəli mart ayında imtahanda mövcud idi. Dostlar, günorta keçirilən imtahanda. Sizlərlə bərabər bu sol tərəfdəki sualı paylaşmışam dostlar. Elə imtahandan çıxan kimi. İndi bu sualı bir də sizlərlə paylaşacağım. Dostlar, aşağıda bu videonun aşağısında playlist yerləşdirəcəm. Orada 20-yə yaxın video var. Dünən onu bir çox qruplara göndərmişəm. İmtahana getmədən o videolara baxa bilərsiniz. Onlar sizi bir nevi xilas eləyə bilər bir çox şeylərdən. Daha sonrasında istəyirəm sizə görmədiyiniz başqa sual tiplərindən də göstərim. Məsələ tipli suallardan. 11-ci sual da bizə bu kimi suallardan da qəbulda rastlaşa bilərik. Yazılmışdı verilən hissədə deyir bir-birindən fərqli natural ədədlərin artma sırası ilə düzülmüşdür. İlk ikisinin hasili 16, son ikisinin hasili 225'dir. Və deyir həmin ədədləri taparaq cəmlərini hesablayın. Bax dostlar, deməli burada 4 dənə ədəd var. X, Y, Z, K. İlk iki ədədin hasili mənə 16-nı verir. Son iki ədədin hasili isə mənə verir 225. Yəni böyükdən kiçiyə doğru düzülür bu ədədlər bu arada. Verilən misalda görəsən bu hansı ədədlərdir? Dostlar, 16-nın vuruqlarını baxan kimi bilirsən. Bu nədir? 2 ilə 5. Üzr istəyirəm, 2 ilə 8. Deməli, ilk iki ədəd budur. 225-i də vuruqlarına ayıranda eləməliyəm ki, 2-dən və 8-dən, ümumiyyətlə 8-dən böyük bir ədəd alınsın. 225-in vuruqlarının içərisində nə var? Bir 5 var. Bu da nədir? 225. Vuruqlarını ayıra bilərsən. Məktəb vaxt necə eləyirdin? Yadından çıxıb məsələn bilmirsən. Və yaxud da ki 1 vur 16 kimi də baxa bilərəm. İndi görək 225-ə nə kimi baxa bilərəm? 225 45 vur 5 kimi. 9 vur 25 kimidir. 3 vurulsun 75 kimidir. Və 1 vurulsun 225 kimidir. Dostlar, mən elə bir ədəd seçməliyəm ki, 1 ilə 16-nı götürsəm, bax 16 burada 16-dan böyük hansı versiya var? 9 olanı götürə bilmərəm, 3 olanı götürə bilmərəm, 5 olanı götürə bilmərəm, 1 olanı da götürə bilmərəm. Axı 1 ilə 16 məndə ilk 2 ədəd eləməlidir. Ona görə nədir? 1 ilə 16 deyil vuruq. Vuruq nədir? 2 ilə 8. 2 ilə 8-i götürsən, mən bunu sizin üçün belə sadələşdirmişəm. Əslində bir o qədər düşündürücü bir misal deyil. Mən burada artıq 3-dən 75-i götürə bilmərəm. Çünki niyə? 8-dən böyük ədəd olsun. 5 ilə 45-i götürə bilmərəm. 1 ilə 125 götürə bilmərəm. Nə qaldı? 9 ilə 25. Bu qədər saat. Bu da bizdən bunların hamısının cəmini soruşurdu. 2 üstə gəlir 8, üstə gəlir 9, üstə gəlir 25. Bərabərdir 44. Sonra dəyərli dostlar, burada 12-ci misal var bizim üçün. Bizdən şəkildə istər uzaqlığın olduğunu soruşur. Təbii ki, bu misalı işləyəndə bundan əvvəlki izahlarda da demişəm, bir daha da deyirəm və bundan sonra deyəcəm. Bəzi şeylər var dostlar, qaydaya uyğun olmur. O qaydanı sən özün yaradırsan. Necə? Oturub bir-bir sayırsan. Məndən şəkildən istənən düz bucaqlı olduğunu soruşur. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Biz bilirik ki, bu kimi suallar bizdə imtahanda açıq sual kimi qəbullarda rastımıza çıxa bilər. Bax, bu gördüyünüz sualda birinci tək fiqurların sayı yazılır. Yəni, bir xanadan ibarət olan. Onlar hansılardır? 1, 2, 3, 4, 5, 6, 7 və 8.
Sonra iki xanalıq fiqurlar var. İki xana yəni nə deməkdir? İki xananın əmələ gətirdiyi düz bucaq. 1-lə 2, 3-lə 4, 5-lə 6, 8-lə 3, 7 ilə 5, daha sonrasında 1-lə 3, 2 ilə 4, 3-lə 5, 4-lə 6. Sonra hansı fiqur var dostlar? 8-lə 7. Bax indi sayım. Burada ümumilikdə 8 dənə fiqurdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənəsi bu hissədədir. Keçək nəyə? Üçlü düzbucaqlılara. Üçlü düzbucaqlılar hansıdır? Var dəyərli dostlarım. 1, 3, 5, 2, 4, 6. Daha sonrasında var 8, 3, 4. Var 7, 5, 6. İndi keçək burada 4 xananın əmələ gətirdiyi fiqurları sayaq. Burada ola bilər bizim nəzərimizdən nəsə qaçar. Biz yenə də sayarıq bu hissədə. Ümumilikdə 27 dənə çıxmalıdır fiqur olaraq. 4 dənə üçbucaq var. 4 hissəli. 4 hissəli də 1, 3, 2 və 4. Sonra var 3, 4, 5 və 6. Sonra bizdə var verilən bu hissədə 8, 3, 5, 7. 8, 3, 5, 7. Bu dörtlünü saydım. Bu dörtlünü saydım. İkisi ve bu üçün saydım. İndi bir de var dostlar altılar. Hansı altılar? Burada da demək cəmi 4 dənə. Burada 3, 18 üstə gəlir. Bir də altılı hissələr var. Altılı hissələr də hansıdır? 1, 2, 3, 4, 5, 6. Bir də var 8, 3, 4, 6, 5, 7. Bu da 2 dənə. Hamısı bir yerdə 10, 8, 4, 3, 2. Hamısı bizlə bir yerdə deyil 17. 27 daha doğrusu. Təbii ki, belə bir sual vaxt itkisindən başqa bir şey deyil və bu kimi bir sual düşdüyü zaman da mən belə bir sualı axıra saxlamanızı məsləhət görürəm. Çünki bu sual əslində yəni belə deyək də çətin səviyyəli bir sual sayılır. Bir sual qiymətləndirməsi aparsaq, normalda yüksəliş imtahanlarında həmişə belə olur. 2 ballıq, 4 ballıq və 6 ballıq suallar var. 6 ballıq suallar çətin sualdır. 6 ballıq suallar aid edə bilərik bunu. Və demək olar ki, biz artıq bir neçə imtahanda fiqur sayılması ilə bağlı suallarla rastlaşırıq. Növbəti imtahanda rastlaşa bilərikmi? Niyə də yox? Ola da bilər. Sadəcə olaraq sizə lazım olan şey dostlar, diqqətlə verilən hissəni izləmək. Bəzi standart mövzular var. Artıq biz bilirik ki, bizdə standart gördüyünüz bu tərəzi tiplərindən də bizdə suallar mövcud olur. Hər bir yerdə demək olar ki, yəni bu son keçirilən 3 dəfə imtahan keçirilib, yəni 3 ay ərzində. 3 ay ərzində 3 dəfə imtahan keçirilib. Əslində 3 imtahan vaxtı olub, 5 dəfə imtahan keçirilib. 5 imtahanın 5-də də biz demək olar ki, dövlət qulundan söhbət gedir. Fiqur sayılmasıdır. Bax, bu gördüyünüz tərəzidir, bu gördüyünüz ardıcıllıqdır. Bunlar rastlaşmış. Normalda bu ekranda gördüyünüz 6-cı sual. Bizdə bu sual həmişə uşaqlar üçün müftə bir bal deyirdik bunu. Lakin bu imtahan bir çox tələbə bu sualı yaza bilməmişdi. O da nə ilə bağlıdır? EBO, NEET. Dostlar,
bir sözün sonu, nitrit də bir sözün əvvəli. Əksər dostlarımız da bu sualı nitrit sözünə görə tapa bilmişdi. Çünki nitrit turşudur. Daha sonrasında bizdə sual tipi olaraq bu sol tərəfdəki artıq biz sualla tanışıq. Demək olar ki, əksəriyyətiniz bunun nə olduğunu bilirsiniz. İki dənə söz düzəldir bizdən. Bircə dəfə qəbula düşüb. Həm gömrüyün qəbulunda olub, həm dövlət qulluğunun. Mebeldir, şeirdir, məhkəmədir. Dostlar, elə bir söz seçməlisən ki, divan. Hər üçünə də uyğun gəlsin. Divan, mebelin bir növü, şeir toplusunun bir növü, məhkəmənin bir növü. Üzdəki, yəni dostlar, insanın siması üz, üzmək, suda üzmək, üz bir də üzmək, kəsmək mənasında. Daha sonrasında bu 30-cu sualı sabahçı izahda bir daha xatırladacağım. Bugün bəzi suallar seçmişəm. İstəyirəm onlarla bağlı məlumat verim. Onlardan biri bax bu ekranda gördüyünüz 24-cü sualdır. 24-cü sual. Bu sual bizdə gələcək hissələrdə qəbullarda rastımıza çıxa biləcək sualdır. Keçən həftə də mən bununla bağlı bir sizlə bərabər baxarkən izah vermişdim. Burada bizim test toplusunda da bir neçə sual artıq bununla bağlı yerləşdirmişik. Siz bu kitabı əldə edib dostlar, kimdə əgər varsa, yoxdur, olmayan dostlarımız da. Bu kitabı əldə eləsəz dostlar, onun içərisində bir-birindən fərqli, bir-birindən maraqlı suallar mövcuddur. Yəni o ekranda indi göstərəcəyim bayaqki sual tipindən də bu kitabda sınaqların içərisində bir neçəsi yerləşdirilir. 24-cü sual gedir söhbət. Biz bunu bir neçə dəfə fərqli-fərqli qəbullarda görmüşük. Mart ayında qəbula getməmişdən əvvəl sizlərlə bərabər paylaşdığımız sualların izahında da vardı. Gələcək dönəmlərdə qəbula düşə biləcək bir tipdir. Burada da bizdən nə soruşur? Deyir, məsələn, qanun uyğunluğu tapın və bu hansı gördüyünüz misal çoxluğuna uyğun gələ bilər. Birincisi bunların həm oxşar, həm əsas oxşar tərəfini tapırıq. Görək bir-birlərinə nəyə əsasən oxşadırıq? Oxşatdıqlarımız şeydə isbat eləməliyik. Görürsünüz, burada hər ikisinə var, ikinciyə var, birinciyə var. Heç bir nə var? Müəyyənləşdirmək də mümkün deyil. Yox, birinci kitab, ikinci kitabdan çox fərqlənmir. Orada 20 və 20 sınaq var. 20 və 24 sınaq vardı. Birinci kitabda. İndi olub 25. Sadəcə ona bir sınaq artırmışıq kitabda. Amma bir sınaq artırsaq da, burada olan 25 sınaq demək olar ki, bütün hər bir şeyi əhatə edə bilir. Məsələn, mən fikir versəz dostlar, mənim bu misalda diqqətimi çəkən nədir? Bütün fiqurların hamısını mərkəzə doğru baxmaz. Düzdürmü? Niyə baxıb? Bax, bu misala baxın ikinciyə. Hamısı baxıb mərkəz. Amma fikir verin, burada ikisi baxıb qalanlar yox. Yəni, bu mərkəzə baxmağı ikiyə oxşada bilmərəm. Amma birinci misala baxın, hamısının oxşar cəhəti nədir? Mərkəzə fokuslanmağı. Mərkəzə nə etməyə? Baxmağı. Onda demək bu misalda bu birinciyə nəyinə görə oxşaya bilər? Bütün fiqurların hamısının mərkəzə baxdığına görə. Yəni demək bu nəyə, hansı ardıcıllığa, çoxluğa oxşardır? Birə. O qaydasına görə. Bəs görək başqa nə fərqli bir şey seçə bilərəm ki, görüm 2 ilə əlaqəsi var yoxsa yox. Onu da nə ilə baxa bilərəm? Bəli. 2 bozuna görə. Bax, fikir ver, burada 2 dənə bozxana var. Görsən, birincidə 2 dənə boz var. Bir yerdədir, amma 2 yerdədir. Qalan yerdə yoxdur. Ağ xanasına bax, 2 dənə ağ var. Yuxarıda 2 dənə ağ olan da var, 4 ağ olan da var. Amma aşağı misalda bax, 2 boz, 2 boz, 2, 2 və 2. Bəs ikinci misala nəyə görə aid eləyərdim? Boz rənglərinin sayına görə. Yəni, belə çıxır ki, bu misal hər iki qanun uyğunluğa da nə eləyir? Uyğun
gəlmir. Təbii ki, bu kimi misalları işləmək üçün gərək əlinizdə sınaqlar olsun, əlinizdə testlər olsun ki, baxasınız. Dediyim kimi, bu kitabda da buna bağlı bir neçə yerdə sınaqların içərisində suallar qeyd etmişik. Sonra mənim əziz dostlarım, bundan əvvəl videonun əvvəlində dediyim kimi, ekranın bu sağ tərəfində olan sual var. Bax, bu gördüyünüz. Bunu da aşağıda playlist formasında yerləşdirmişəm. Sizlərin əksəriyyətinə atmışıq. Biz bunu sınaqların içərisində də işləmişik. Bu suala yenə də aşağıda yerləşdirəcəyim videoda daha geniş formasını yazmışam. Necə edə bilərsiniz, necə etməlisiniz. Sadəcə olaraq bizə verilən misalda lazım olan şey bunlar. Bir-bir baxmaqdır. Demək, dəyərli dostlarım, daha sonrasında biz ekranın sağ tərəfindəki 19-cu suala baxmaq istəyirəm. 19-cu suala siz baxsanız, bizdə bir neçə, iki dənə fiqurdan üçüncü fiqur alır. Amma necə alıb onu vermir. İndi istərdim bunu birinci sizlər cavablandırasınız. Buyurun, sizlərə bir neçə dəqiqə vaxt verəcəm. İndi dostlar, demək neyini? Burada əgər fiqurlar eyni olsaydı, necə yəni eyni? Məsələn, ikisi də kvadrat olsaydı, ikisi də dairə olsaydı, siz deyən kimi aparıb məsələn, üst-üstə qoyub ağla qaranın birləşməsini alır, onu yazardım. Neyini burada? Bax, kvadratlar var dostlar. Məndə sağda nə var? 5 dənə qara, bir dənə var, 3 dənə ağ. Eləməliyəm ki, qaraları və ağları buradan götürüm. Onda verilən hissədə nə edə bilərəm? Demək olar, dəyərli dostlarım, bax bu hissədə məndə kvadratda, bax, axtardığım 5 qara hardadır? Kvadratda. Bəs axtardığım 3 dairə hardadır? Ağ dairə, dairədir. Yəni kvadratdan qaraları götürüb, dairədən ağları götürüb, birləşdirir, aparıb yazıb sal. Doğrudan. Onda verilən misalda, bax, mən artıq 5 dənə qaranı buradan götürdüm. Kvadratdan qaranı götürdüm. Onda mənə nə lazımdır? 3 dənə də ağ dairə. Bəs ağ dairəni hardan götürə bilərəm? Dairədən götürdüyümə görə bir dənə C bəndidir ki, 3 dənə ağ dairə bundadır. Bu tərəf-tərəfə qoymaq və bu kimi misallar deyil. Ha? Burada artıq sən ikisini birləşdirib üçüncünü alırsan. Daha sonra sizlərə istərdim ekranın sol tərəfində yerləşən 27-ci sualla bağlı. Aslan aşağıda yerləşdirəcəyim bir video var. Yapon oyunları. Playlistdə var. Yapon oyunlarına daxil olsam da Kakron izah eləmişəm. O Kakron ədədlərinin hamısı orada mövcuddur. Hamısı. Bu dəyərli dostlar, görə neçənci sınaqdır? Sınaq. 20-ci sınaq. Son sınaqlardan 20-ci sınaq. Buradan istərdim 27-ci suala baxım. Yenə biz keçən dərs bu sual tipinə baxmışdıq, amma bir də istəyirəm xatırlatma verim. Biz bunun bir neçə tipini burada sizlə bərabər görmüşük və birazdan başqa tipini də görəcəyik. Təbii ki, edəcəyim şey ilk olaraq, bax, əylərin kəsişmə nöqtəsinə baxmaqdır. Ə nələrdə kəsişib? 6 ilə 1-də. Yəni, ə 7 deməkdir. Toplayıram sadəcə o kəsişmə verilən hissələri. Bunların hamısını qayda edirəm, dostlar. Yəni, hər biriniz baxa bilərsiniz daha sonra. Bax, Ö, harda kəsişib? 2 ilə 2-də. Cəmin toplayıram. 4 deməkdir. K 4 ilə 5-də kəsişib. Cəmin toplayıram. 9 deməkdir. Z-ə baxın. 1 ilə 4-də kəsişib. 5 deməkdir. Və T hanı? T-yə də baxsaq, dəyərli dostlar. 1 ilə 1-dədir. Baxın. 1, 1. Bu deyil 2. Onda 945 ilə də 72-ni toplayanda bizdə alınır. 1017. Aha. Və burada nəyə baxmışdım?
Bulaq və suyu yazmayıb dostlar. B hərfini axtarıram. B hərfi 2 ilə 1-dir. Gəlmişəm bura. B hərfi. Yəni B hərfi 3 deməkdir. Bir də U hərfini axtarım. U hərfanı 5 ilə 1-dir. Yəni 36.000. Buradan da S-ni tapın. Bax, S nədir? 3 ilə 5. Cəmi neçə eləyir? 8. Deməli, dəyərli dostlar, 36.000-dən 8.000 nə qədər toplayacağız? İndi u'ları da tapın. Bax, u'lar olsa buradan tapılıb. 6, 6 deməkdir. Y hərfini bax, L hərfini axtarım. 2 ilə 3, 5 deməkdir. A hərfi, burada verib. 1 ilə 3 deməkdir, yəni 4. Və Q hərfi, 4 və 4-ün kəsişməsində 8. Bir dənə də Y hərfini tapsam, Y hərfi də buradan 3-ün və 2-nin kəsişi. Baxın, görək burada 3 və 2-dirmi, yoxsa? Hə. Y hərfinə baxın dostlar, bu da 3-dən 2-dir, bu da 5 demək. Götürüb bunu toplayırsan, burada alınır 45.000. Yəni 45.000 o deməkdir ki, 4 ilə başlayan nə var? 4 ilə başlayan məndə və variantlarla işləyərək, buradan yuxarıdakı variantlara baxaq. 4 ilə başlayan Sirab var, Sabir var. Görək Sirabdırmı, Sabirdir. İndi mən bunu buradan toplamadım, vaxtımız yetməsin deyə. 4 məndə nəyi verir? 4 verir həm verilən bu hissədə 3 ilə 1-i. Sonra B hərfi var məndə, balta yox. S hərfi 4 olan. Adı ola bilər bizdə. 4 başqa məndə hansı 2 ədədin kəsişməsi ola bilər? 3 ilə 1 olan və yaxud da ki 4. Bax, Y ilə də başlayan ola bilər dostlar. Niyə? Y 4-dür. Mən də gedirəm baxım görüm orada nə var. Ya A ilə başlasın, ya Y ilə başlasın. Bir dənə fikir verin, Y ilə başlayan elita sözü. Heç bunu cəmləyib oradan bir-birini tapa bilərdi. Bu ekranın sağ tərəfində yerləşən tərəzi var burada. Bilirsiniz ki, bu kimi bir tərəzi normalda əsasən magistrın, yüksəlişin, dövlət vergi orqanlarına hazırlıq zamanı keçirilən dərslərdə və bir neçə digər dərslərdə biz bunu tədris edirik. Əsasən dövlət qulunun qəbulunda biz bəlkə də əvvəlki illərdə bu kimi tərəzi görmüşüksə də bu son bir neçə il ərzində belə bir çətin səviyyəli sual görmürük. Bu sual əslində biz magistrda bəzən bir sual verib bizdən 3 cavab alır. Birində fərqli bir şey soruşur, bir digərində tamam fərqli bir şey soruşur. Bu kimi tərəziləri mən məsləhət görərdim ki, ən sonda işləməyinizi. Düzdür, burada bu arada qeyd edeyim. Özü misalda verir. Necə edəcəyinizlə bağlı, nə kimi yanaşmalısınız. Ya burada yazır, burada verilən bütün daşlar bir rəqəmli natural ədəddir. Ya da verilən hissədə, burada məndən nə soruşur? Deyir, verilən hissədə bax, çəkisi 1-dən 9-a qədərdir. Mən də verilən bu hissədə yazıram. 1-dən 9-a qədərdir. Sağda qeyd edirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. İndi edəcəyim şey nədir? Baxın, bu tərəzi belə tarazlıqda olanda, yəni solla sağ bir-birinə bərabər deməkdir. Solla sağ bir-birinə bərabər deməkdir. Bu aşağı olan tərəf ağır olan tərəf deməkdir. Yuxarı olan tərəf digər tərəfdən yüngüldür deməkdir. Bəs burada müəllim hardan başlayayım? Bu arada siz bu misalı səhv salmayın dostlar. Keçən səfər bunu tapşırığa verəndə uşaqlar bilirdi ki, bunların hamısı eyni tərəzidir. Yox. Deyir sənə bu iki varianta görə tap görüm altdakı 5 variantlardan hansı buna uyğundur. Onda mən nə edirəm? Baxıram bu hissədə. Birincisi, harda ən çox ədəd yazılıb, harda ən çox fiqur varsa oradan başlayıram. Bax, burada başlaya biləcəyim yer bozlar və qaralarla sıranın dairəyə görə. Niyə? Bozlara əgər mən 1 versəm, minimumdan başlayıram. Həmişə yadda saxlayın. Sayı çox olana əsasən qiymət olaraq ən azı verilir. Bax, 1 verdim. Elədi 4. Məndə maksimum 9-a qədərdir. Bu ədəd 9-dan o tərəfə bir ədəd ola bilməz. İndi bu sağ tərəfdə yazmışam bunu. 4 elədi. Buna verə biləcəm digər kiçik ədəd nədir? Bax, məsələn, mən bura əgər 3 versəydim, bu gördüyünüz hissədə. Bura eləyir 10. Axı, bura ondan ağır olmaq üçün 11 olmalıdır.
Onda avtomatik. Bura neçədir bizdə? 2, 2. Onda bura neçə oldu? 8. Bu 8, yəni dostlar, bu 6 daşın bir yerdə cəmidir. Onda bura məndə neçədir? Bura 8-dirsə, bura məndə olur 9. Niyə? Çünki 9 olan tərəf sağdan ağırdır. Mənim 9-um gedib, 1-im gedib, 2-im gedib. İndi digər başlaya biləcəyim tərəf isə bax bu hissədir. Mən bilirəm ki, bax burada nə yazıb? 2 dənə kvadrat, bir dənə dairə. Maksimum 8 verə bilərəm, maksimum 7 verə bilərəm. Amma burada 6 dənə fiqurdur və bunun üçü bir-birindən fərqlidir. Mənim istifadə edə biləcəyim ədədlərdən nə qalıb? Bax, deyək 3, 4, 5, 6, 7, 8. Götürüb əgər bax bu ağ fiqurlara 4, 4 desəm, ən minimum ədədlər deməyə çalışıram. Amma niyə səhv olacağını sizə aydınlatmaq istəyirəm. 4-ləri yazdım, dəyərli dostlar. 12. Bu birisləri də verim lap 3. Bax, 3 ilə 3. Bu neçə etmiş olur məndə? 17. 17 yox, 12, 18. Buna da ən kiçik olan 5 versəm, bura məndə neçə olur? 23. Onda mən məcburam bu üçünün cəmini minimum 24 alım. Bax, 24 heç vaxt ala bilmərəm. Baxın, 8 ilə 8-i buna verdim, 7 də buna. Eləyir 23. Bu sağ tərəf aşağıdır, yəni ağırdır deməkdir. Yəni mən bura niyə 4 yazdım? Sizə göstərdim ki, yəni sayı çox olana mən bunu ürəyim bunu istəyir qoyum yox. Kiçikdən qoyub başlamaq lazımdır. Bax bu sayı 3 bucağın sayı çoxdur. Bunlara 3 deyim. Boz 2 dənədir. Bunlara 4 deyim. Kvadrat da bir dənədir. Buna da 5 desəm. Eləyir bu sol tərəf 22. Deməli mən ala biləcəyim sağ tərəf nədir? 23 və ondan böyük ədəddir. Burada dostlar 23-ü necə ala bilərəm minimum? 8, 8, 16, bir dənə də 7. Deməli mən avtomatik, baxın, belə eləyəndə misaldır. 3 getdi, 4 getdi, 5 getdi, 8 gedib, 7 gedib. Bəs 6 nədir? 6 isə dostlar, bu gördüyünüz ulduzdur. Bax, birinci misal onsuz da səhvdir. Kvadrat, birinci misal niyə səhv olacaqdı? Bu arada qeyd edim sizə. Siz 1-i və 2-ni istifadə etdiyinizə görə burada 1, 2. Buna 1 deyə bilməzdiniz. Çünki 1-i istifadə eləmişsiniz. 2 deyə bilməzdiniz. 2-ni istifadə eləmişsiniz. Lap 3 desəydiniz, 3-dən 3-üm olacaqdı 9. Bu bəri başdan səhv idi ki, bu heç vaxt sağ və sol bərabəri yox deyə bilməz. Bir səhvdir, mümkün deyil. Daha sonrasında 3 olan variant. Burada yalnız, indi bunları tapmışam ha. Bir 2 ödəyir dostlar bir də. Bizdə 5 ödəyir. Bir daha xatırladıram. Bu kimi misallar edərkən sağ tərəfdəki rəqəmləri qeyd edirəm. Və bu sual tipi də bizdə çətin sual tipi sayıldığına görə belə bir misalla da rastlaşsanız mütləq ən sona qədər saxlamaq lazımdır. Biraz bu 17-ci sual belə böyük çıxır. Ekranı biraz yaxınlaşdırıb baxarsınız, dəyərli dostlar. Bu sualı elə yerləşdirmişik ki, 17-ci sual. Bir tərəfi sola düşüb, bir tərəfi sağa. İndi mən də bunu belə eləməliyəm ki, siz misalı oxuya biləsiniz. İndi istərdim, təbii ki, videoya baxacaqlar, videonu dayandırıb, misalı həll edib cavabını yaza bilər. Amma mən burada indi hal-hazırda kaydı dayandırıram və bu sual etmək üçün sizə bir neçə dəqiqə vaxt verirəm. Qeyd edeyim ki, biz diaqram tipli testlərlə də artıq imtahanlarda rastlaşa bilirik. Dostlar, bax, imtahanda da olanda belli idi bir çox tələbə. Baxır misala. Deyir görəsən ay Allah, burada nə edib? Allah da baxır. Deyir görürsün, əş neynəmsən? Bir məsələni oxu gör səndən nə istəyir? Deyir dostlar, təhsil müəssisəsi büdcəsinin 2020 və 21-ci illər üzrə gəliri 6 milyon yarım, xərcləri də 5 milyon olub. Olsun. Bəs məndən nə soruşur? Mən deyir ki, fond proqramı, təşkil xərcləri, digər xərclərin neçə faizini təşkil edir? Bax, fond proqramı təşkil xərcləri, digər xərclərin.
Siz buna diqqət etmiş olsanız, məndə gəlir söhbətiniz qatmıraq xərclər. Fond xərcləri deyəndə, bax fond xərcləri 4-cü hissədir. Yəni 40 dərəcəli hissə. 40 dərəcəli hissə məndə fond hissəsidir. Deyir nəyi tap? Digər hissə. Dostlar, digər hissələr 7-ci dərəcədir. 320. Desəydi bütün hissənin neçəsidir? 40-ı bölərdim 360-a. Heç o ədədlər də ehtiyac deyil dostlar bu arada misal tapmağa. Yəni 40-ı demir hansı hissəsidir? 40-ı götürüb bölərdim 320-yə. Niyə o 40-ı toplamadım? Niyə 360-a bölmədim? Demir abi bütün. Burada fikir verin misalda nə deyir? Deyir digərlər. Digərlər 320-dir. Vurardım 100-ə. Bu da eləyərdi məndə 12,5. Hı. Məsələn, burada belə bir sual var ki, onun 40 olduğuna da dostlar, bəs bu nömrələri qabanda niyə yazır ki? Yazır savadsız. Yazır savadsızların təhsili. Bəs 1 yazıb 150 dərəcə. Yazıb kasıblar üçün ərzaq. Bəs yəni bu 1, 2, 3, 4-ü nə üçün yazıb? Dəyərli dostlarım, onu bilməkdən ötəri. Aa, doğrudan nə? Mən də deyirəm, yəqin burada nəsə çətin bir şey var. Xeyr. Ona görə misalı mən qaraltmışam ki, fikir verin sol tərəfin, sağ tərəfin. Siz bu iki hissənə baxıb, yəni gözləriniz. Üstə mən misal belləsəm istər istəməz adam gözü yayınır. Ha. Bəli, bu hissəni də dostlar qeyd edəcəyik onsuz da nə kimi suallara baxın deyə. Bu sağ tərəfdəki 16-cı sualı. Mən demək olar ki, hər imtahan öncəsi izah eləyirəm. Bunu da izah hissəsini aşağıda yerləşdirəcəm. İnanıram ki, gələcək dönəmlərin hər hansısa birində yenidən düşə bilər. Əvvəl deyirdik ki, tələbələrə vərəqi fırlayarsan. İndi kompüterin olduğu üçün dostlar, bir nevi işləyib özlərinizdə təkmilləşdirməlisiniz. Mütləq qaydada. 16-cı misalı. Burada digər maraqlı bir misal isə 14-cü misaldır. Sizin bu tiplə tanış edirəm ki, bəlkə gələcək dönəmlərdə sizə rebus olaraq belə bir sual bizi doğurar. Nə verib bizdə? Bax, pər verib, bir dənə də xət verib. Dostlar, 8-dən 5-i çıxsam, bax, pərin funksiyası çıxmaqdır. Neçə qalır? 3. Bu xəttin funksiyası da toplamaqdır. 1 ilə də 2-ni toplasam, eləyir 3. Sağ tərəf və sol tərəf bir-birinə nədir? Bərabər. O zaman bərabərdirsə, bax, məndə bilirəm ki, pər var. Pər, dostlar, çıxmağı bildirir. Xətt nəyi bildirir? Toplamanı. Bu 4-ü bir dəfə istifadə edə bilərsən. Yəni, 4-dən çıxaram 1-i və dostlar, sağ tərəfdəki pər nəyi bildirir? Üstünə də gələrəm, həmin o 6-nı. Neçəyə bərabər? 9. Demək, neynədir? Bu gördüyümüz sütunun üzərində duran ədədin bir tərəfini çıxıram, bir tərəfini toplayıram. Onda mən burada, bax, bu gördüyünüz 3-ü 8-lə baxışıram burada. Bu gördüyünüz hissədə bu nəyə bildirir məndə? Toplamanı. 3 ilə 8-i toplasam 11 eləyir. Bu pər nəyə bildirir? Çıxmalı. Sol tərəfi 9 almışamsa, sağ tərəfdə 9 olmalıdır. Bəs nə çıxım ki 9 qalsın 2-ni? Ona görə də yəni sual işarəsi neçə olmalıdır? 2. Sonra dəyərli dostlarım, digər. Aha, bu suallardan biri. Məsələn, bizə qəbulda bu sol tərəfdəki misal, bəlkə də o birisi misallardan bilirlər artıq. Bax, bizə bəzən şəkillərlə bağlı, fiqurlarla bağlı kifayət qədər sual düşür. Onlardan biri də bu ekranda gördüyünüz sağ tərəfdir. Həmişə bizdə belə bir sual olubdur ki, hı, 32-ci hissədə. Əgər bayaqki ilə bağlı aslan nəsə bir sıxıntı varsa, mənə bildirərsən, düzəldərəm sonra. Yaxşı. Bax, deyir
Bu dördünün qanun uyğunluğu uyğun olsun. Burada neylik dostlar? Fiqur eyni sayda, qara və ağ sayda fiqura bölünür və eyni ölçüdə. Burada deyirik qanun uyğunluq yoxdur. Bunların hansında qanun uyğun? Bax, A 6 bucaqlıdır, 6 yerə bölünüb 6 dənə bərabər hissəyə. B bəndi sol ağ sağ qara eyni hissədir. C bəndi 4 hissədir. Y bəndi də eynidir. Fərqli olan D variantıdır ki, nə olsun 2 yerə bölünür. Ağ və qara fiqurlar eyni ölçüdə deyil, eyni hissədə deyil. Nədir? Fərqli hissədə bölünür. Sağ tərəfdəki sual da bu videonun da altında playlist yerləşdirəcəm. Qeyd edeyim, bunların əksəriyyətini biz artıq bunlar neçənci səfərdir izah edirik. Neçənci səfərdir. Bu 31-ci sual da özü üçün bir mahiyyət kəsb edir. Bəlkə də gələcəkdəki qəbullarda biz buna rastlaşa bilərik. Ona görə buna da baxarsınız mütləq. Bəzi şeylər var da, mən orada bir playlist yerləşdirmişəm, yenə deyirəm. 15-20 dənə videodur. Ümumi olaraq hardasa 30 saatlıq bir videodur, 30 saatlıq. Məsələn, gündəlik çox yox. Gündəlik 3 saat oturub baxsanız, 3 saatınızı ayırsanız, 30 saata demək olar ki, bütün proqramı ürəyin istəyən səviyyədə bir dəfədə təkrarlaya bilərsən. Düzdür, bəzən bu videoya baxanda həmişə bizdə şey var, daha az hissə. 26-cı misal kriptovalutalar sualıdır. O sualı əslində mən bu sizə atdığım sınaqları hansı sınaq atmışamsa onun içərisində var. Dostum Məhəmməd. Bu da hansı görə hissədir? Bu Oktyabr Dövlət Qulluğu. Həmin bunun videosunu göndərərəm sənə. Orada 26-cı sualdır. 37-ci sual. Çox adamın səbirsizliklə gözlədiyi 37-ci sual var. 37-ci sualda da qeyd edim ki, qatlanmanı bilənlər, qatlanmanı yazanlar bunu yaza bilər. Bu sualı belə bir sual verək. Bilməyən yox, bilən var, bilməyən demirək. Biləni soracaq, həlli qaydasını. Deyəsən, heç kim cavab yazmaq istəmir. Söhbət 37-ci sualdan gedir bu arada. Demək, cəmi bir neçə nəfər dostumuz yazıb. Bir neçə nəfər. Qalan heç kim bununla bağlı məlumatlı deyil. Ya, gəlin bu sual da sizin üçün izah edək. Dostlar, bu qatlanmadır. Bu gördüyünüz hissədə. Yaş bunu ən sonda eləyərik. Ən sonda. Biraz saxlayaq, biraz sizi tədirgin saxlayaq. Ekranın sağ tərəfindəki 38-ci sual. Yenə, bax, bizim bu qəbullarımızda olan sual tiplərindən biridir. Mərkəz nöqtəsini tapıram, dostlar. Qolların sayı 1, 2, 3, 4, 5, 6, 7. Sağ tərəfdən də yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Mən nə edirdim burada verilən hissədə? Qolların sayını vurdum bu hissəyə. Yəni 5 vurulsun 6. Üstə gələk. 4 vurulsun 3. Bərabərdir. 3'ü vururdum x'e. Üstüne de gəldim nə? 6 vurulsun 4. İndi değerli dostlarım, bu 6 vurulsun 4 keçirəm sola. 20. Burada qalır 3x bərabərdir 18. Tapıram ki, x də bərabərdir 6. Yəni x'in yerinə 6 qoysam, tarazlığım neyini ödəyir. Hə, biraz sualların minvalını dəyişək. Biraz daha da keçək şeyə. 89-cu sual. Bizdə kodlaşdırmada dostlar, əsasən bu sualla bizim magistra gedən dostlarımız tanışdı. X şərti dili. Hı. 89-cu sualda deyir, onlar onu çağırırlar, onlar onları çağırırlar, gözləyirlər və s. Burada dostlar, hecalarla, nə bilim, bəzi
heca birləşmələri ibarət olan sözləri birləşdirir və onu aparıb sağ tərəfdə kodlaşdırır. Məsələn, məndə burada nə var? Bax, onlar sözü. Fikir verin, birdə də var. Onlar, onlar. Sağda bunu nə ilə kodlaşdırıb? Baxın, ru. Deməli, onlar sözünün şeyi nədir? Kodu ru. Ona görə mən verilən variantda təbii ki, deyirəm mən onu çağırıram. Anan, deyini çıxar. Sonra burada görün nə var dostlar? Onları, ya burada da var. Onları. Burada onları sözünə nə uyğun gəlir? Burada bax, B, burada da B. Deməli, onda nəymiş bu? B. Deyir, onlar onları gözləyirlər. Onlar onları gözləyirlər. Burada onda dostlar belə çıxır ki, mən sözü adı, gözləyirlər karmadır. Onda çağırıram nədir? Tam. Mən də bilirəm ki, bu artıq məni çağırır, mən A deməkdir. Bu da ki, tam idi. Burada atamihanı dostlar, şey var. Heç mən obrusunu tapmadım, ha, ehtiyac da qalmadı. Bəs yaxşı, müəllim, onu söz ana deyil, onu sözlər budadır, bax. Ro, ka, tam. Elə onu çağırırlar, buradan tapsaydın ki, bu katami deməkdir. Yenə də onu götürə bilərdim birbaşa. Bu, dəyərli dostlar, şifrələmənin tək o tipi olmur bizdə. Bizdə şifrələmənin bu tipi də mövcud. Bu nədir görəsən? Bu da üstündə dostlar gətirəm nömrələrini yazıram. Bax, o gördüyünüz bayaq X şərti dildir. Bir daha xatırladıram. Biz əsasən o sualı daha çox magistrın qəbullarında görməyə öyrəşmişik. Burada da verilən misalda üstündə neçə dənə hərf varsa qeyd edirəm. 1, 2, 3, 4, 5, 6 və 7. Aparıb solda və sağda. Bax, burada yazılan bax bu 1. Bu bir dostlar hərfin yerini göstərir. Bunun yanında yazılan isə onun kodudur. Yəni A-nın kodu nədir? T. Fikir verin, A1-də məndə hardadır? 7-də. Fikir verin, 7-ci hərf, daha doğrusu 6-da. Bax, 6-da da nə yazıb? T. Təbii ki, bu misalı belə oturub bir-bir tapmırıq. Bizə ehtiyac deyil. Bəs nə etməliyəm? Təbii ki, məndə yazmayıb bir T. Baxın, görmə, T burada da var. Bax, T məsələn burada 3-də var. A. Deməli, mən sözüm A ilə başlayır. Tango getdi, lampa getdi, bomba getdi. Yəni D2. 2 baxım görüm hanı məndə. D hərfi, D kodu. Bax, D-nin kodu 5-dir. Məndə 5-ci hərf nədir? B. Deməli, burada olmalıdır A. İndi 3-cü hərfə baxsam, birbaşa cavab çıxır. 3, yəni 3 məndə Q hərfidir burada. Burada da baxın Q hərfi elə 3-də də var. Yəni nə R? Bu da olur A, B, R. Bu da nə olur? A bənd. Yox, Y bənd. Ha, burada elastik kürələr var. Sırada artıq olan fiqurun tapılması, bəzi şeylər artıq bilirik. Ovçu məsələsi heç çoxdandır qəbulda yoxdur. İl yarımdır dövlət qulluğunda. Perimetrə diqqət eləmək olar. İndi isə istəyirəm sol tərəfdəki verilən 98-ci suala bayaq baxmışdıq. Özünüz bunu ekranı skrin şat eləyib və yaxud da ki, videonu dayandırıb sizə sərbəst tapşırıq kimi verirəm bunu 98-ci sualı. Edə bilərsiniz bu arada. Sonra dəyərli dostlarım, var məndə 99-cu sual. İndi istəyirəm bu hissəyə baxasınız mümkünsə 99-a. Bunun üçün bax bu qəribə görsənən fiquru 3 dənə bərabər hissəyə bölməlisən və o böləcəyin 3 dənə fiquru, məsələn belə deyək də, istəyirsən bax bu fiquru 90 dərəcə fırlat, 60 dərəcə fırlat, güzgü ver, üçü də bir-birinin eynisisi olsun. İndi bu standart bir kəsilmədir. Məqsəd burada məğzi başa salmaq. Bu fiquru necə eləyə bilərsiniz? 3 dənə bərabər hissə kəsilsin. Müəllim, birini buradan kəsin. Birini buradan kəsin.
Birini də buradan. Dostlar olmur axı. Bu məsələn bu ikisi bir-birinə trapesiya kimi oxşardır, düzdürmü? Trapesiya tutalım. Axı bu trapesiya, bu da trapesiya. Amma necədir? Fikir verin, bu qol qırılıb. Bu necə bölmək olar? Bu dostlar baxın, bölürəm indi. Elə bil sanki burada 3 dənə kitab alacağam. Baxın. Bu bir, bu iki. Bəs bunu belə pis çəkdik də. Bax, bir, iki, üç dənə fiqura bölün. Üçü də elə bil dostlar kitabdır. Baxın, elə bil ağza aşağı qatlanmış formada. Bunu bax, məsələn, 45 dərəcə yerində fıraq gəlsin, bunu oxşasın. Bundan bu eyni fiqurdur. Bu da mənə deyir ki, kəsəndə, ikisinin səbəb bizim bəzi həqiqətən məntiqdən əjdaha olan dostlarımız var. Onlar həmişə belə suallar olanda deyirlər, ayda mən, bunlar nə gözəldir. Elə bunları yazmağın özü də. Hətta deyir, nə var ki, burada adam var məsələn, bunu heç misala baxmamış da şey eləyir ha. Deyir, nə var ki, buradan kəssəm elə almır. O onun məntiqidir. Bəs bizim məntiqimiz deyir ki, bunu belə eləmə. Kəsdim dostlar. İndi 3 dənə yeni fiqur. Bu da deyir, hansına daha çox düşdü? Deyir, bax, bu birinci yazdığım hissi. O da hansılar düşdü? 4'dür, 5'dir, bir də 7'dir. Yəni cavab nədir? 4, 5 və 7. Daha sonrasında 87-ci sual. Bunu hər dərs izah eləmişik. Heç imtahana 2 il bundan əvvəl düşmüşdü. Mən amma 2 ildir elə hər sınağın içində bunu izah eləyirəm. Bunu buradan qoy, onu oradan qoy, onu buradan yerləşdir. Və biz hər dəfə sırf qəbul suallarını paylaşmırıq da dostlar. Biz sizə düşə biləcək sual tiplərini paylaşırıq. Məqsəd dostlar qəbul sualları deyil ki. Yəni bu qəbul düşən sual gələn qəbulsa yenidən düşəcək deyə bir şey yoxdur. Tip olaraq düşə bilər, sual tip olaraq düşə bilər. 87-ci sual son keçirilən qəbulda da mövcud idi. Və 9 martda da mövcud idi. Cavab deyirə istəyirsinizsə sizə deyim nə idi? Buradakı misal deyil bu arada. Cavab da orada 1, 3 və 4 idi. Yəni piyada da açıq sualdaydı misalınız. Orada bir çətinliyi yox idi bu arada. Yox, buradakı 4 yox ha dostlar. Söhbət imtahandakı misaldan gedir. Burada 4 yoxdur. Sonra kublarla bağlı. Bu sağ tərəfdəki sualı artıq biz demək olar bilirik. Sol tərəfdəki qatlanmalardır. Bayaq göstərdiyim sual tipidir. Akvarium məsələsidir. Demək olar ki, artıq hər kəs bilir. Akvariumda dostlar, kompüterdə necə eləmək lazımdır desəniz, göz yaddaşından da eləyə bilərsiniz, ya da ki, tez orada vərəqin üzərinə çəkib yaza bilərsiniz. Yenidən düşə biləcək sual tipidir akvarium. Bir də ekranın bu sol tərəfində və sağ tərəfində 44-cü və 47-ci suallar var. Mən niyə hər dəfə bu sualı göstərirəm? Bizə məsələn, qəbullarda bəzən belə plus formasında işarə düşmüşdür keçən səfər. Məsələn, burada bir dairə yazır. Gətirib sağ tərəfə də dostlar. Təzədən bunun özün yazır. Yəni mən fiquru göstərmək istəyirəm az sizə. Keçən səfər düşən misallardan biri belə idi. Xatırlayırsınızsa. Deyir, burada çox şarığı tap, ağdaşlar. Apar qarıya tətbiq. Yəni dostlar, bunu 90 dərəcə sağa fırlatsam da bunu çölün ala bilərəm. 90 dərəcə sola fırlatsam da ala bilərəm. Aşağı güzgü versəm də bu fiqurdur. Yuxarı güzgü versəm də bu fiqurdur. Sağa da güzgü versəm, sol güzgü versəm bu fiqur. Yəni fiqur eyni fiqur olduğuna görə bizdə belə bir çətinlik yaratmışdı. Bax indi sol tərəfdə yerləşəndə istəyirəm bir daha izah edeyim. Növbət səfər yenə bizdə qəbulda ola bilər 44 tipli sual. Bax bu məndən nə istəyir? Deyir verilən misalda. Deyir nümeriki böyük rəngsiz fiqur arasındakı qanun uyğunluqlar. Ağlar bir-birinə uyğundur. Göylərdə bir-birinə. Bu arada dəyərli dostlarım, açıq sual formasında da bizə düşə bilər, qapalı sual formasında da.
Amma açıq sual formasına düşsə, biraz tələbələrim mən sizə əmin edərdim ki, 90%-dən çoxusu səhv yazacaq. Çünki burada iki variant düşünən də var, bir variant düşünən də var. İndiyə qədər bizə düşəndə yalnız qapalı sual formasına düşüb. Bu da çətin sual tiplərindəndir. Bax, bu fiquru gördüyünüzü dostlar, bu hissədə almaqdan ötər. Bax, bunun ağzı yuxarı baxır. Düzdürmü? Ağız tərəf. İndi ağzı nəyə eləyir? Ağzı sağ aşağı baxır. Mənim indi əlimdə şərait var. Məsələn, mən bu oxu gətirib buna birləşdirə bilirəm. Baxın. Bilirəm ki, bunların arasındakı dərəcə nədir? Kör bucaqdır. Əslində bu 120 dərəcə fırlanır. Saat əqrəb istiqamətində. Bu yuxarı qalxır və dostlar 5-cidir bu arada. Bu fiquru bir 120 dərəcə sadə əqrəbinə fırladıb ala bilərəm. Bir də bu gördüyünüz fiquru. Yəni məqsəd burada nə edirsən et, istəyirsən bir dənə tək bir yolla yox, ha, bir neçə yol onu fiquru al. Bir də dəyərli dostlar, bax bu gördüyünüz fiquru 120 dərəcə saat əqrəbinin əksinə fırladır. Bu gördüyünüz fiquru alıram. Bax bu hissəni. Və bunu təzədən sağa nə edirəm? Güzgü verirəm. Deməli mən bu fiquru həm 120 dərəcə sağa fırlada bilərəm. Həm 120 dərəcə saat əqrəbin əksinə fırladıb, təzədən ona nə verərəm? Güzgü. Doğrudan ne? Aşağısına güzgü. Bəli. Onda verilən bu misalda, deməli çöl, bax, indi qoy içərini də tapım, içərini. İçərini 90 dərəcə sağa da fırlatsam gəlib bu fiqur alınır. Sola da fırlatsam bu fiqur alınır. Sağa fırladıb, dostlar. Aşağı güzgü versəm də bu fiqur alınır. Yuxarı güzgü versəm də bu fiqur alınır. Yəni nə? Bu fiqurdan bunu almağın yolu çoxdur. Amma hamısı nədir? Ya 90 dərəcə sağa sola fırlat, fırlatdıqdan sonra güzgü ver. Yəni bu fiqur, bax bu gördüyünüz fiquru rəngli fiqur kimi eləməliyəm. Ona görə verilən misalda birincisi. Elə bax birin özü gedir. Denən niyə? Bu fiqur diaqonalvari vəziyyətdən düz vəziyyətə gəlmək üçün 45 dərəcə dönməlidir. Axı məndə 45 yoxdur yuxarıda. Əgər burada tutalım dostlar, bax belə bir dairə olsaydı, bax belə bir dairə fikir verin. Burada belə bir dairə yazsaydı, axı dairəni dairə formasına salmaq bilmirsən axı 120 də ola bilər, 30 da. Yəni neçə dərəcə fırlatsan fırlat eyni fiqurdur. Eyni fiqur olsaydı, deyərdim hə 45 fırlatsam ödəyərdi, amma orada dairə yox. Axı mən yuxarıda tapmışam misalda funksiya nədir? Bir həmişə səhv. Bir də o gördüyünüz verilən fiqurun çölü. Bunu 120 dərəcə fırladaram. Bax çöl tərəfi belə aldım. Bir də bu gördüyünüz fiquru neçə dərəcə fırladım? 90 dərəcə sağa. Deyil ha? 2. 90 dərəcə döndü, 120 dərəcə. Bir də bu gördüyünüz fiquru 120 dərəcə sola fırlatsam, yenə həminki fiqurdur. Sağına güzgü verərəm. Güzgü verəndə bax çölü belə olur. Baxın. Bəs bu fiquru nə edeyim müəllim? Bu fiquru deyiş nə? Sağa 90 dərəcə fırlat, gəlib dayanacaq bax belə. Bu da deyil ha. Sağ tərəfinə. Bayaqki fiqur neylədim? Demədim. Dostlar, 90 dərəcə sağa fırladım. Gəlib dayanacaq bax bu belə bu istiqamətdə. Sağa güzgü ver. Bunu da sağa güzgü versən. 3. Bəs 4 niyə səhvdir? Dördüncü misal isə verilən bu hissədə. Siz diqqət etsəniz, mən fiqurun çöl hissəsini belə ala bilmərəm. Bəs 5-i necə alıb ay mən? 5-i isə verilən misalda, dəyərli dostlar, e, mən ki, bayaqlarım nə dedim? Bax, çölün fiquru eynidir. Bəs içərini necə alıb? İçərini də dəyərli dostlar, bayaq belə bir situasiyaya rastlaşdıq. Esen, dedib bunu 90 dərəcə fırladıq. Neyini yəni? Bunu 90 dərəcə fırlatmışam, fiqurun özü. Məsələn, gəlib arada dayanacaq. Deyib, bu istiqamətdə. 90 dərəcə fırlatsam. Sonra onu ilə yuxarıya güzgü versən, sağa və fırlatma. 90 dərəcə sağa fırlat. Neynirəm güzgü verir? Alacam deyil, çölüm benim. Olur buna görə də 2-dir, 3-dür, 5-dir. Ən ağır misallardan biridir. Hər iki qəbul. Neçə qəbuldur ki, artıq biz bu sual tipi ilə rastlaşırıq və hər dəfəsində rastlaşmağa davam edirik. Var, daha sonrasında bizdə 47-ci sual, bayaq biz o kodlaşdırma ilə bağlı bir suala baxmışdıq. Həminki sualdır, koordinat oxunda. İndi verilən bu hissədə məndə K-nı verib, məsələn, K nədir? Baxın dostlar, 9,
Yaxşı misal deyil. Önədir 4. Z neçədir? 5. Üstə də gələk. Ənin yerinə uyğun olaraq 7-ni verib, T'nin də yerinə uyğun olaraq 2-ni verib. Martda əslində çox asan düşməyib. Elə deməzdim. Burada bizim dostlarımızdan biri deyir Mart asan düşüb. Xeyr, dəyərli dostlar, Mart imtahanı çətin bir imtahan idi və demək olar ki, özündə bir çox şeyi ehtiya edirdi. İndi sizə Martın qəbul açmış ən çətin sualı göndərəcəm birazdan ki, hamı baxsın. Nəsə, əziz dostlar, bizim bugünkü marafonumuzda əsas məqsəd sizə bir çox çətin sualları izah etməkdir və sual tiplərini göstərməkdir. Ekranda gördüyünüz sol tərəfdəki 41-ci sual. Bunu da özünüz edə bilərsiniz. Sınaqların içərisində mövcuddur. Sağ tərəfdəki 42-ci suala da baxa bilərsiniz. Kubla bağlıdır. Bunu təzəliklə paylaşmışam. Saat məsələsidir. Artıq bunu bilməyən yoxdur demək olar soldakını. Sabahki marafonda da yenə bu 34'dür. Yenə o saata da baxacağıq. Oyun tiplərinə də baxacağıq bir-bir. Bu ekranda belə yavaş-yavaş hərrədirəm ki, dostlar, özünüz də bir baxasınız görək. Nə kimi suallarla siz rastlaşa bilərsiniz, nə kimi sual tipləri var. Ona görə də diqqətli olmaq lazımdır. Ən əsası odur. Ona görə mən bugünlük sizdən sağollaşıram, dostlar. Bugünlük sadəcə olaraq. İndi gedib sizlərə birazdan son keçirilən qəbulla da bağlı digər suallardan nələr düşə bilər, onları ehtimal edəcəyik. Sağ olun dostlar, bugün qoşulduğunuz üçün hamınıza minnətdaram.